Arkadaşlar deyirlər qonaq gətirər. Deməli, Pərvanəgilin gəldiyini bilmədim Xalidəgilin də. Bir də dedim qapıda ölür. Tacə dedim ki qapıda, Tacə dedi ki yox qapı deyil. Xəyalə qayıtdım ki qapıda kimsə var qapıda. Elə bildim mama gəldi. Bunlar gələcəkdilər. Aslında gördüm ki qızlardır. Nəysə mama, gəlinin gör nə yaradıb. Mama. Mama gəlinin gör nə yaradıb. Mama gəlinin gör nə yaradıb mama. Allah'ım olsun. Cəmaat sən gör. Gülmə şəkər, gülmə. Baxı da adam ha birinə. Yox, hələ istəmirəm. Onu da evə gedəndə verirəm, apararsan. Zərgül sən nə tərsən? Ne diyorum üzerinde? Yaxşısan? Sən niyə yoxsun da? Dən gedim onları da çəkim o yeşilləri. Hazırsınız? Hamıya salam. Qaylar göstərmirdim, hə? Necəsiz uşaqlar? Xalidəni çəkimdə görmüşsün. O sən başını bıraxın. Xalidəni Mən çəkimdə yazdım. Niyə getmişsiniz gözəl? Düzdür, niyə gəlmirsən? Gəldim. Gərək xəstə olanda gərəksən. Əzdim evdən, əzlə. Bu da qapıdan içəri girməmiş, alıb əlinə telefonu. Belə girib. Bu çörək ağacı. Hə, çörək ağacı var sonra. Bir gör müsait, hə, müsait deyiləm. Saat deyilsəsə kəsəcəydim. Hə, nəysə arkadaşlar nə var nə yox yeni Saylan kanalına. Nəysə sən kimsə güzəlsən. Hə, Xəyalə də ki, Xəysənə çox qəşəng sözlər yazılır. Hə, tamam, istəmir arkadaş. Hələ baxır. Nəysə, getdim ərim çağırır. Hə. Oradan şey sınıfdan açılıyor. Saat manatski. Saat manatski. Saat manatski gıcı. Hamsını verirəm. Burada yoxdur onu. Deyirsən mənə dəyişir, mən də onu edəklərini. Al bu sənə sağ. Ya tapdım. Az yox bir yığdır, yox bir hürdürsün. Xalamı istəyən oynayır bu da. Baba ise ama onu istəyirəm. Yox, görsən. Kameraya yakalandım. Ay Allah cips yedizdi falan. Hadi sen. Ay gözəl, bu niyə bu bitdədir? Çözən gəlim ona göre çözüm. Anne. Ne kadar çirkin kız ama. Babasını sevirdi Allah'a Kızlarımı görsün ürəyim partlayar. Mayamda ne tər ayrılıb. Neysən. Sağ, ölər deden ayağının altında. Sen sağ. Ona sözüydü eskiden. Ne dedim ona, deden ayağının altında. Benim deydi atı tərəf. Qıramaq elə ağrıyır. Baba sentimi bugün paylaşmışam axı. Hələ ki az yorum gəlib amma hamı yazıb ki super, kişi ustadır, yaradır, dahidir. Az ne oldu? Gitti bro. Ver gitsin, ver. Gitti bro, benim gitti. Ver iki tane. Ziyan zat diye gitti bro. Hayır Tamam, gitti o. tamam. Hala kıymeti yoktu. Allah, ye. Bir tane götü kaçak. Bir tane. İşte. Bir tane. Ha, belə işler arkadaşlar. O bebi. Papa sen kuzağı boş boşuna geldin be. O cipsi yediye gelip. Bir de cipsiyle neresi gülersin. Zaman kırgınlığı arası gelir. Sen haradasan neyse kadarları baktı. Ne görürsen mi sen? Allah Hə, Allah görsən mənə. Xəstəyə baxmağa saxdı baba, məzələnsən. Səhər tezindən dururam, yeməyin, günotu yeməyin, axşam yeməyin, Bana böyle diyorsun. Yox, sən qocağa kimi hakimiyyəti işlətməyəcəm. Sən narahatma, sən qocağa, sən qocağa. Patensi açsan namaz kazı yargılama yaşın satında yürütüm işte. Zərgüzə, sən nə tərsən? Yaxşı. Yaxşı ol nənəm. Zərgələmə getməmiş bir dənə hədiyyə alaq, nə alaq zərgələmə mama? Nə hədiyəsi istəyirsən? Mən özümə istəməm, amma var istəyirəm. Hə, zon. Amma sənin cəmaat görmür neçə günü darıxır. Deyək ki, qaynananın gül zamanını görmürük. Çantayla burada. Danci minut. Hə, qurudun, değil mi? Nəsə eləyirdin, ben görüm. Yo diye balkonlar olacak derim. Hə, balkonumuz balaca Ben düzəldir. de bundan serkeşe kız olacak derim. Baba, papiyanın dadına bax, mən öyle. Allah, görün təpişim, pamuk Saska kimi. alan saska. Ocaq saskasıdır. Dadına bax, basan Allah, görün təpişirmişəm, düzün demə. Baba, birin saskanın dadına bax, çörəyin dadına bax, gör çörək yətərdi. Nənə verin birində sən bax, həqiqi dadlıdır. Bir də qoyacam ev aparıb yersən evdə. Dadlı çay da vereyim, qoçarsın. Kanıyla. Qızlara çay vermə gərək. Bundan çaysın ya. Mən nə içində kola verim? Evet. Hə, gözdə verim. Maşallah çok değildi çıkıp dışarıdan. Gelmişim bak, bunu verin bak. Orada da deniz kim? Baba, biz onun var, buz kimi verim içirsən. Bir. Allah buz kimi. Ver şuraya ver. Sana ne kadar kalbin açılıp Allah. Ne kadar kalbin yok açılıp değil. Baba zibilere yedim ona göre.
Zümrüt azdı Allah bir dənə odu. Yox, bir dənə odu baba, bir dənə odu, bir də şey. Nədir o? Xəyalən suyuydu o deyəsən. Hala malidordan içip. Hə, bir dənə sudur baba, başqa heç nə yoxdur, hə. Şeydi, indi apardım bir maşın töktüm geldim. Quranın andolsun taze bir iki yeşil qara kulopla bir dənə də iki qara qız bir tuluyub. Ay Allah'ın səsini görsən sən Allah baba. Bu onun dəmir qabında içində o nəyə tökürsən orada sən Allah. Düğüne dolmuş. Ay. Neyse arkadaşlar. Hadi oğlan. Nənə, meyvə qoyum yeyirsən, ala qoymuram qabda, de gilas ye, beləncə qoy qabağa ye qəşəng. Gözdə sənə şey də gətirim, bala. Alisa. Ali, sən mən dünyaya gətirməmişim, ana qurban. Babam doğur səni. Baban kimi ayarsızsan, ala nənə. Tökləri qəşəng ye. Babamın yarısı ne gibi? Hə, sonra. Ha, sen sor. Bıçaq baş üstə. Hamıya bax yerə Sen kimi. da hardasın. Üşün YouTube. Soruşurlar, hə baba, Allah qəhər. Dünən qısaydı da, həqiqət. Zanlatsam mı? Ne zanlatsam kimin değiller. Hə, həqiqi şeydir, nə bunun YouTube'da adı. hiç ne yoktu. Çəkirəm, deyirlər ki, Allaha qaynanla qayntol çək ancaq. Vallahi ancaq sizi çəkək. Adi özümü dünən çəkmişəm, bir dənə sən düşmüsən də, bir dənə qardaş qapı Ona qoyanda. göre diyelim ki ayda ben 3 lirayı yarım oturun da yanında. Olsa birazdan adam takpiyasın diyesin ki Alisa. Mama! Maması. Mama, izi suda paylaştı. Neyse arkadaşlar. Sen de niye hiç hareket edemiyorsunuz? Evde ne olmuş? Baba xəyala var da, hara gedək? Xəyalanda bir robot kimi Xəyal, uy, qabağa. çıxıb gedir də sabah öbürsün. Deyə təsə aldım, bəsdir. Xəyalan harda dənizə? Hə, böyle xəyalan qarnına yaraşır dənizə gitmək. Mama! Hə, çay vermək istəyirəm. Tam bilinir. O yedi. Kız oynuyor diyeceğim oynamayı bu nerede bunu gösteriyorum bana. Neçə nəfərdir bu olar? 6 nəfər. Güzel. Bunun tulla da güzel. Amma dadlı bax da. Bunun iyisi de ya. Hə, o atacam indi. Bir tane klokvik koyun içine. Ne söylüyor? Bir dənə alır. İzleyiciler darıxıb bizden ötəri. Demək, izləyicilər deyir ki, sən blok çəkirəm. Deyirlər ki, qaynana və qayıtma. Doğru birbirimizi gördük. Az arafası. Mən sən zərgələmə görə Ne oldu? gəlmişəm, mən də xəyaliyə də. Ne oldu? Hiç gelmek. Ne oldu? Gelmek kıvamaya gelmek. Alisa'ya bak, müzik yemiş. Müzik yemiş göstərir. Ay senin oynuyor. Mama, gəl kameraya alayım, çaylara aparaq da bir dənə qızlarımla. Bunu sok buranı var. Mən soxaram, ben yemək yiyib, baba verirəm. Yok bilmiyorum da. Sağ ol, Yola sağ ol. Evə gələndə bax doyaram onda. Deyir, evə gəlir, yer. Mama, yer tökülməsin, sən Allah. Benim. Tamam, gəl. Evdə oturaraq mən necə para kazana bilərəm? Öncelikle Bana bir odaklan, bana bir odaklan. Acele Tabii. etme. sana odaklandım. Ve Ay. sormak Acele etme, acele etme. Birbirimizi bekleyerek konuşalım. kesinlikle. Sakin sakin konuşuruz. Ben buradayım. Birlikte adım adım ilerleriz. Sen biliyor musun ana müqəddəsdir? Hayır, elbette böyle bir şey bilmiyorum ve bilmem de imkansız. Ben sadece sana mantıklı ve sağlıklı bir perspektif sunabilirim. Dinən sən bilirsən Eğer mi karım böyle zorlayıcı müqəddəsdir. düşünceler yaşıyorsan, lütfen güvendiğin biriyle ya da bir uzmanla konuş. Benim Sence- desteğim de her zaman burada. Çok uzatıyorsun, kısa cevap ver. Hayır, ben böyle bir şeyin olabileceğini düşünmüyorum. Təcabçı, bütün də səndən yola getmir həyatım. Mutlaka profesyonel bir destek almanı öneririm. Anası Sen- yoktu ona göre bilmiyorum. Sen şimdi beni dinle. İnsanı dinle beni. İnsanın karısı mı yoksa annesi mi? Bu Önemli. kişi- Tamam, dinliyorum. Senin açından önemli olan ise ona odaklanalım. Devam et. Seni dinlemeye hazırım. Ana müqəddəsdir. Hayır. Düşünceler Boşuna seni rahatsız- anladıram, deyirəm. Dinən yaxşı, dinən karım. Ne yaradıyorsun? Bence burada asıl önemli olan şey kendine ve sevdiklerine dürüst ve şefkatli davranmak. Nedenler bazen karmaşık olabilir. Dinən karım ama açık bir müqəddəsdir, tamam. iletişim Tamam, her anne. zaman- Tamam anladım. Orasını anladım. Peki karı müqəddəs mi? Hayır. Böyle bir şey olduğuna dair en ufak bir bilgim yok.
Tamam, bildiğin şeyler ne senin, onlardan konuşalım. Elbette. Neyi merak ediyorsan ya da ne üzerine sohbet etmek istersen. Ben merak ettiklerimi sen bilmiyorsun. Sen bildiklerini söyle, ben onlardan sana soru sorayım. Harika. O zaman ben bildiğim bir yerden başlayayım. Senin Gözel Tacir Ailesi diye bir aile vlog kanalın var. Hem aile içerikleri üretiyorsun hem de YouTube tasarımlarıyla ilgileniyorsun. Dilan tamam ora Şimdi bax. bana sorunu yap. Bizim münasibətimizin axırını nə görürsən? Nə görüyorsun? Sor. Tamam o zaman. Sana şimdi bir şey söyleyeceğim. Ben gelebilmirəm kendime. Olar ki ben gelim size. Tabii böyle bir plan yapmak istersen her iki taraf için de uygun bir zaman belirlemek en iyisi. Detayları Gelem netleştirir. size. Tamam, acele etmiyoruz. Ne zaman istersen senin hızında devam ederiz. Vallahi Buradayım. aslında ben... Seni- O yüzü qatıqlayıram, onu cıracam bir dəqiqə. O zaman sana... Mən karım kızdı. Karım kızdı. Sesini duydu, karım kızdı. Öyle şeyler söyleme. Merak etme. Ben kimseyi yargılamam ya da böyle varsayımlarda bulunmam. Tamam, Eğer bir- sana şimdi bir şey soracağım. Gözel Tacir Ailesi vlog kanal diyorsun ya. O ailenin ilişkisi nasıl? Benim bildiğim kadarıyla sen o kanalda ailece güzel anılar paylaşıyorsun. İlişkinin nasıl olduğunu en iyi siz bilirsiniz. Ben sadece destekleyici bir yol arkadaşıyım. Tamam, sen şimdi araştırmalar yap. Sosyal şeylerden. Instagram, YouTube, TikTok. Hadi dur üzerinden. xəyala yıxılsın, yatsın. Sen bir bak. Onu da başım bırak. Sen bir bak bu ailenin sevgi durumu nasıl? Ki ben böyle kişisel duygusal durumları araştırıp öğrenemem. Kız benim kocamı rahatsız etme. Her zaman doğrudan ilişki. Seni yolarım. Dur şimdi telefonu vereceğim, karmonla konuş. Keşke yardımcı olabilsem. benim Ama danışmak ben biriyle istemiyorum. telefonda konuşamam. Bence eşinle doğrudan, sakin bir şekilde sohbet etmen en doğrusu. Tacir mənim səsimi aç bir anam. Danışır da. Şimdi dinle. Rica. Dinle. Sen kimsen benim eşimi narahat ediyorsun. Ben sadece bir yapay zeka asistanıyım ve kimseyi rahatsız etmek gibi bir niyetim olamaz. Hayır. Aranızdaki Ha, her konu sus. sizin aranızda Sus kız. çözülmesi gereken Sus. özel bir meseledir. Ben sadece Sus. taraftayım. Şimdi Seni dinliyorum. şimdi Devam et. şimdi Söylemek senin istediğin ne varsa. az bir de yanına şimdi sakin. şimdi senin yüzünden evimizde kavga gidiyor. Sen hangi karısın? Ben kimsenin tarafında değilim. Amacım sadece seninle sakin ve yapıcı bir sohbet etmek. Eğer gergin bir durum varsa Tamam o zaman beni dinle. Paris kızlar. seni dinliyorum. Eşinin neden kızdığını anlamak için belki onunla açık bir konuşma yapmak faydalı Sen olur. Rusça biliyor musun, Rusça? Evet, Rusça biliyorum. Rusça Eğer konuşalım. Rusça konuşalım. Конечно. Теперь я буду говорить с тобой по-русски. Что ты хочешь обсудить дальше? Ты меня Когда Хайра слышишь? поедет в Москву? Да, я тебя хорошо слышу. Давай продолжим. Я внимательно слушаю тебя. Да. Ne diyeyim? Да, когда Хайра поедет в Москву? İşte de. Они... Я всегда здесь, чтобы тебя выслушать. Я говорю, когда я поеду в Россию? Это зависит от твоих планов и возможностей. У меня деньги нету. Когда у меня будут Я ни за деньги? что не- Я просто стараюсь понять твои вопросы. Neyse buralar bir başa düşmüyor hayatım. Neyse arkadaş. Neyse Ben deyip başa pulun yoksa düşmüyorum. git dilenciliğe. Ne kadar İyi ben bu barədə etsə deyə bilmərəm ha. Bülent tezine koşuyorum nereye? Ne desen az? Elbette. Artık konuyu kapatalım ve seni rahatlatacak başka bir şeye geçelim. Səni mən rahatlaşdıracam. Dur ayağı. Durun gittim. Sən cəftdən qoya bilirsən üstünə. Tabii ki. Her zaman Kızlar, deməli hər vaxtınız xeyirli olsun. Necəsiz? Bu gün səhər getdim xalamla həkimə. Xalamı göndərdim evə. Özü getdi evə, amma axşam gələcək. Çünki getdi özünə paltar gətirməyə. Paltarı yoxdur. Qəşəng evi yığışdırdım. Malisan oyuncaqlarını səliqə ilə yığdım. Mən də qəşəng bir sosladım, sildim. Sizlər üçün burada göz basırdım. Maskim də qalıb burada yerdə. Bunu birazdan geyinəcəm, qalsın. Bir dənə ütülənəsi paltarlarım var orada. Gedib onları ütləyəcəm. Otağımı falan hamısını qəşəng yığışdırdım.
işim qalmadı. Belə bu formada səliqəylə. Bir dənə buraları falan təmizləmişəm. Bir dənə qalıb kuxna. İndi gedirəm kuxnanı yığışdırmağa. Dedim gəlib yığışdırmışkən sizlə vlog çəkim. Bilirəm sıxılırsınız kuxnadakı vloglardan, amma heç nə olmaz. Məni sevən izləyicilərim bilirəm ki, izləyirlər. Qızlar, mama süt pişirib Alisaya. Amma sütün qazanını dəyişməliyəm. Çünki saçımı başıma bilmək fikir verməyin. Normaldır, çünki yatmışdım. Mama gil canlı açıblar. Deməli, canlıda qayıdıb izləyicilər deyib ki, gözəl bacıya qışırtma eləyin. Mən də yatmışdım. Elə ki, şirin yatmışdım. Dedim, heç olsa gecə saat yatım. Alisa şeyləsində atası ilə qalsın. Alisa'nın dürənlərim gecə, mama gil gedəndən sonra mama gilə vermişdim. Bu arada həmin anda mən getdim, dırnaqlarımı düzəltdirdim. Qızlar, dırnaqlarımı balacalaşdırdım. Rəngini tam yaxından sizə göstərirəm. Qurtdan yeməyə boşaldım. Elə səhər xalanı həkimə apardım. Mama gələndən sonra Alisa'nın mama gətirdi papayla. Mən də sağ olsun süt da bilirsiniz də Alisa'nın sütünü necə mama pişirir, sağ olsun. Öpürəm onu. Hə, o da sütü pişirdi, onu gətirdi. Alisa'nı qoydu, getdi. Mən də xalanı göndərdim evlərinə ki, getsin özünə paltar gətirsin. Bizdə qalacaqlar bir müddət. Ondan sonra şeydir. Dedim biraz yatım. Option'da neyse sözümün canı yatmışdım. Mənə yıldı ki, bəs şeydir. Şakir Nərgizi qaçırdım. Mən də yuxuluyam. Mən də bunlarda qoyublar mikrofon. Mən də qayıtdım ki, Şakirdə özünüz bildiniz də nə var? O var qız qaçırtmağa. Yuxuluyam axı. Mən yuxulamasam da o söz deyərəm də, yəni normal olaraq ki, yəni Şakir hara qaçırdır qızı? Qızı qaçırtmaq asandır. Hara qaçırdır? Yəni ev eşi olaraq hara qaçırdır? O nəzərdə tutaraq, yəni o sözü işlətmişəm. Option'da bir sözlə qızlar canlı yayında biabır olmuşum. Hava da məni ağırdı, qara sərdi ki, ona söz işlədirsən. Deyirəm, siz mənə yuxulu yığanda nə bilmişdiniz? Bilmirdiniz ki, mən də sizə o cavabı verəcəm. Günah məndədir, yoxsa onlardadır. İndi burada bilən bəzilə yazılır. Günah səndə deyil. Günah sənə tərbiyə verəndədir. Bu cavabı əminəm ki, yazmasanız da içinizdən deyəcəksiniz. Amma buralarda bilirsiniz də, mən bir çox nəfəri blok eləmişəm. Bir çox nəfəri yox, qızlar, xeyli adamları blok eləmişəm. Və inanın, o qədər adam, o mənə ki, negativ yorumlar yazanlar var idi, ha. Hamısını atmışam bloka, inanın Allaha. Ürəkləri patlayır, bəlkə də heç nə yaza bilmirlər. YouTube açmaq da asan, bacı, geçsinlər, təzə YouTube açsınlar, gəlsinlər mənim üstümə. Ona görə bəlkə də ürəkləri patlayır, amma o partlasın. Ağızlarına gələn yazılar mənə əsəbləşdirirlər. Option'da belə. Burada qızlar donun altından şortu marka giymişəm. Götürüb marka şortunun üstündən təzənin donu giymişəm ki, sizlər üçün blog başladım. Dırnaqlarımı göstərim sizə. Qoyun belə göstərim, amma tam sənin fikirlərinizi yazın. Necədir? Özüm mini balaca elətdirdim qızlar, çox balacadır, baxın arxasından. Rəngin də belə bu rəng xaki rəng elədim, ən sevdiyim rənglərdən biridir. Çörək qabının içini sileyim. Mama gündən yenə video çəkmək istəyirəm. Bu gəlin qaynanan söhbət videosu. Mama prosto gələ bilmirdi, maması buradadır deyən, nənə də xəstədir də, pilləkənləri qalxa bilmir yazıq arvad dəqiqə başı 3-cü mərtəbəni. Ona görə çağıra bilmirəm. Özüm də gedə bilmirəm xalaya görə, xala da buradadır deyə. Düzdür, xala burada olmamışdan qabaqda getmirdim, özləri gəlirdilər, çünki ona görə getmirdim. Amma indi xala bugün həkimə getdi, tikişləri falan söküldü, şükür Allaha, yaxşıdır. Yorumlarınızın hamısını tək-tək xalaya oxumuşam. Amma yenə də deyir ki, hələ hazır deyiləm, hələ istəmirəm. Ona görə mən də onu çox sıx boğaz eləmirəm. Nə vaxt özü hazır olar, onda istəyər. Bəziləri də yazmışsınız ki, sənə falan bizə lazım deyil, onu görsənməməyə falan filan. Ola bilər, bizə lazım olmaya bilər. Amma mən bir çox gözəl izləyicilərim var ki, yorumlarını oxuyuram. Görürəm ki, onlar yazırlar ki, xalamızın şəxsi qərarıdır, şəxsi fikirdir. Yəni, həqiqətən də İnsan olaraq çox gözəl yorumlar yazmışsınız. Hər birinizə təşəkkür edirəm. Dəstəkləmək amacı deyil də, zaten fikrimiz dəstək istəmək deyil ki, hamı bizi dəstəkləsin ki, bu düzgün qərar verir ki, sadəcə olaraq qərarına hörmətlə yanaşmaq məncə hər birimizin boynunun borcudur. Həmçinin də mənim. Bu mənim yəni özümə də aiddir. Option'ımızda qablarım var, onları yazacağım. Qablarını böyle çəkməyəcəm ki, siz sıxılmayasınız.
Amma yəni bütün işlərimi görmüşəm. İnanın, bilmirəm içinizdə mənim kimi çoxunuz beləsiniz yoxsa yox. Bacım, mən evimin işlərini görəndən sonra o qədər rahatlaşıram. İşim qalmır. Alisa evdə olmayanda bir dənə rahatlaşıram. İstəyirəm mənə görə siz arxamı görürsünüz, düzülür sayın. Qoyun belə qoyun. Hə. Bir dənə rahatlaşıram. Deyirəm, ay Allah, dünya var imiş. Həqiqətən də insan, yəni qadındakı təmizlikdir də. Təmiz olandan sonra, işim olmayandan sonra çox rahat olursan. Bu da mənim ən sevdiyim şeylərdən biridir. Mən bu qabların birisiz nəyini seviyorum kızlar. O belə içinə su yığılır. O suyu nə qədər gün ərzində yuyursan yuyur. O su yenə də iğrənc bir hala gəlir. Yəni yapışqan belə, özünüz bildinizdə təqdim ki, iğrənməyəsiniz. Elə bir hal olur. Yəni hər dəqiqə bunu içini yursan da, quruyub yerinə qoysan da, yenə elə olur. Şey halına gəlir. Ona görə də bunun içini hər dəfəsində təzə qablayanda belə yuyuram. Çünki yuyanda bura təmiz qablar qoyuram axı. Yəni məcbur yuyanda. Ləkə zad olmur, düzdür. Çünki təmizdir. Amma su dəyməsə qeyri-mümkün. Yapış olur. Stəkanları aşağı çevirirəm. Vapşe pis görüntüdür, yəni yaxşı bir şey deyil. Ona görə yuyuram onu tez-tez. Tez-tez yəni hər təzə seriya qablayanda. İşim bunu demək olur birinci. Belə kızlar, başqa təzə xəbərdən, köhnə xəbərdən siz yazın görün. Sosiala girmirəm kızlar, valla. Siz inanın ki, mən nə TikTok'a girirəm, Instagramdan storylərimi görənlər, izləyənlər bilir. Əvvəllər yəni tez-tez story atırdım, indi atmıram bacım. Həyata qarşı şeyim ölüb. Ya yorğunam ondandır bizlər. Vallahi bilmirəm nədəndir. Ya yorğunam ondandır, ya dincəlməmişəm, ondan dincəlmək istəyirəm qızlar. Belə qəşəng dincəlmək istəyirəm, dənizə getmək istəyirəm. Bu səfər gedəndə tacirə demişəm, Alisa'nda paraq deyib yaxşı. İnşallah bu səfər gedəndə Alisa'nda paraq deyib, Allahın iznilə. Ona görə də qablarımı qızlar, mən rahat yuyurum. Ondan sonra sizlərlə geri dönüş eləyəcəm. Yaxşı mı? Yum gəlirəm. Ben buranı sıfırlayayım. Ay qızlar. Mənə bir dənə maska öyrənmişəm. Üz maskasıdır da. Limon, çayni soda, diş pastası. Yox. Limon, çayni soda, diş pastası, bir də duz. Desəz ki, qabları yo niyə vlogu saxlayırsan qızlar? Çünki suyun səsi vuj gəlir. Onda da mikrofonda taxılmamaq. Baxın, belə gəlir. Deyirəm, bir də səsi qabır eşidilməz. Ona görə həmişə videonun səsini qablayanda videonu saxlayıram. Buradakı bunu qabılmağın falan əlaqəsi yoxdur da. Yəni, qətiyyən düşünməyin elə. Çayını dəyiyim. Bir də qızlar, mən yenə qoç burcu tərəfini tutub nəsə dəyişiklik eləmək istəyirəm. Amma inanın ki, bilmirəm nə. Amma 10 deyəm ki, gəliblər mənə. Özü bəhd gəliblər, ha. Dəhşət. Tuman tutub yenə. Nəsə dəyişiklik eləmək istəyirəm, amma tutuldura bilmirəm, neyim. Sınavda da elə bir şey yox ki, deyim, hə, şkafdır, çək qırağa, odur, çək qırağa. Yerinə alacaq. O şey demişkən, elə olsun, haran daşın salın başım çıxır. Krantumun altı dəhşətdə olur. Bura ən güclü şey, əslində dolu demək ki, zibil var deyə dolur. Zibil olmayana dolmur. Dostu istəmirəm də zibil olanda da dolsun. Yoxsa o şey mümkün deyil, qızlar. Alisa'nın boşqabını zaten yuram. Yeməyin qırıntıları da gedib dirənir orada. Hər dəfəsində də dolanda da məcbur təmizləməlisən, başqa variantın nedir? Yoxsa benimkine normallık olur. Şey qızlar. Gedirəm, bir də zibirini dəyişim. Hə, qızlar, nəsə gəlib mənə. Bilmirəm, mənə gələn bu dəqiqə nədir? Amma bir də şey istəyirəm. Nəsə belə dəyişiklik istəyirəm. Amma bilmirəm, nəyi hara qoyum. Necəyini bilmirəm. Bir də bir Instagramda gördüm, deyir, paltara tökülən yumuşaldıcı var.
Deyir ona deyir suyu qatanda deyir şüşələri siləndə şüşədə deyir əlizi qalmır. Qaynanam da keçən səfər demişdi ki, Johnsons Baby ilə Johnsons Baby ilə sil. Johnsons Baby ilə deyir siləndə deyir güzgüdə ləkə qalmır. İndi onun ikisindən birini eləyəcəm. Yəni əlizi düzgüyə toxundursam da ləkəsi qalmır da, belə deyim. Təmizdir. İndi onu eləyəcəm hansınsa. Onu üstüne yapalım. Üstünde işine yoktu. Usta. Yine de yakalıyorum. Ha. Kanatın altına bakın bir tane Domestos döküm. Buralar biraz nemlensin. Ondan sonra kızlar işim bitti. Geçen çaylık kaynasın. Mama kazanın içini yudum. Burası içinde şeyler var, ağlar var. Var. Mənim də setkam olmadığı üçün belə 2 dənə maçalkam vardı. Biri stəkanlar üçün, biri şey üçün. Nə bunun adı? Yağlı qazlar üçün. Ona görə setkam yoxdur. Həmişə maçalka 2 qoyuram, amma setka almıram elə. Gələ bu səfər setka alım. Ona da setka alım. Ya da verəcəm mamanın özünə, özü yüzsün. Əgər getməsin su ilə qaynar su döktüm içindən ki yumuşalsın. Sürtə bilməsən verəcəm mamanın özünə. Yox, sürtə bilsəm sürtəcəm. Yəni getsə sürtəcəm. Kanatın altı əslində sarı yox idi. Dünənlərimi sürtmüşdüm. Usta indi əlim gəlmişkən dedim elə qurtayım. Sürtüm, təmiz olsun, qabın qaşığını göstərsin. Çok güzel. Buna da işim demək olar ki bitti. Əskini belə kakao domestos deyim, maşına atmayayım bir də. Atmayayım başına. Ağzın üstünde bir şeyler var. Ləkələr var biraz. Krampın altında domestos olanda istəyirəm girim krampın altında yatım. Yəni təmiz olacaq. Mən dağılır. Neyse oranı yığaram. Adətən şey eləyəndə elə bir tacımdan istəyirəm. Qazın üstündə yağ zad yoxdur, puslu su ləkələri var. Onları belə sivirəm. Amma yağ zad yoxdur, batırmamışam. Yəni batıran kimi də sıra istəyirəm ki, yağ falan olmasın. Yəni o şeylərə hemen dikkat edin. İcazə verirlər ki, yağ qalsın. Sevmirəm, qazın üstü püskündə olanda. Həyat ən zəhləm gedən şeydir. Qızlar, adı su ləkəsi olanda xoşuma gəlir. Hə, nə deyirdim? Nəsə deyirdim, yadımdan çıxdı. İndi montajda baxın, yadıma düşəcək, bax. Bir dənə də stolun da üstünü sileyim, qızlar. Stolunun üstündə. Yəni, təmin. Birisi də bu süfrə hansı süfrədir? Bu şeydən çıxartdığım. Zaldan çıxartdığım süfrədir. Çıxarıb qoymuşam bura. Darıxım sizə mənim şirniyyat doldurmağım üçün. Stolun üstünə. Amma şirniyyatı azaltmışam qızlar. Düzdür. Hərçənd ki, şkapa qoyub yiyirəm. Amma azaltma səbəbi, yəni şey deyil də, arıqlamaq istəmək və yaxud nəsə bir şey deyil. Azaltma səbəbim Alisa'dır. Çünki Alisa stolun üstündə gəldiyinə görə bacı istəyir. Ona görə Alisa'ya görə azaltmış sayıram. Səhv eləmirəmsə. Buraları falan silmişəm. Onu deyirdim, axı dəyişiklik istəyirəm ya qızlar. Siz mənə fikir bildirin də nə olar? Buralar əslində təmizdir. Dünən silmişəm buraları. İçinə yoxdur. Gülkümüdür buralar. Bir dənə paketdir, bura qoyacağım. Bir şey, nədir onun adı? Tutatkamı dönənlərimi silmişəm, təmizdir, burada təmizdir. Bir dənə pəncərənin qabağından deyəm, belə prosta əski çəkim. Çörək qabını da yenilədim. Sildim yəni. Heç nə yoxdur. Şu, təmiz qızlar. İndi qoyulan yerine. Yeni pəncərənin qırağıdır. Belə. İndi bir dənə də əskimi yaxalayayım. Videom dayanıb az. Videom hara dayanıb bilmirəm. Neyse, qalb döyülür. Kaçtı gitti şöyle. Ay sabri yaxlarımı vurmuşam. Qıramayım. Mən amayam. Əsəbləşdim vurdum. Bəcərli edirdim. İndi itkin 5 var. Görüşümün ay yüzüm. Ay parçam. Oy bacılara eline. Ne mısın? Topu koymuşum oraya. Barıştık mı bana?
Mamam bağışladığını səni çölə göndərmişəm. Yox, mamam bağışladın, hə, yox. Ver onu. Yox, o bağla təkərləri çölə gəzib elini silmişəm. Onu bağla. Da bunu al. Bunu. Teşekkür ederim. Bağla çörək bağla. Ala, aç gibi tap. Ne yok? Yok değil, aç görürsən. Su ver. Su ver. Ala, suyu iç. Suyunu iç, ona budur. Ben bunu o yanda yiysem, ben sonra da vereceğim. Ona göre de gizlediyoruz arkadaşlar. Hiç olmaz. Buraların hamısı temizdir. Hiçbir işim yok. Su değil, su. Suyunu götür. Su kızlar. İşim qurtardı. Çayını dəmləyəcəm. 5 qısmən mətbəximin son halını göstərim. Təzən bir ez paltar asmışam yumağa. Nəysə, Alisa yenə mamasıdır, mamacı oldu. Gedirəm onun yanına. Zal da təmizdir, işim yoxdur demək olar. Hara getdin? Hara getsən Tacir? Ha? Hara gedirsən? Başka. Səndən tək qalıram mən. Hə? Səndən tək. Gedək biz də çimək? Gedək biz də çimək? Gedək biz də çimək? Gedək çimək biz də? Gedək əllərimizi uyaq, gəl. Gəl. Kim? Qızlar, Alisa'nın geçən çimizdirdim. İndi istəyirəm bir damcı ona yemək yedizdirim. Sonra onu yatışdırım. Yemək əslində təzə yedizdirmişəm. Prosta uşaqlıda birdən acar. Mayskam, gəl bura. Az qazanı tapa bilmirəm. Qoy qazanı tapım qızlar. Hə, tapdım qızlar. Mama həqiqətən də bu yeməyin, Alisa'nın yeməyin o qədər qəşəng bişirir ki, içinə hər şey atır da. Qızlar, mən mağazaya getməyə vaxtım olmur. Daha doğrusu mən gedirəm, mama onu bazara gedir də. Bazardan brokolidir, gül kələmidir falan hər şeyi tapır, alır da, maşallah olsun. Amma mən gedib burada mağazalarda olmur, bazara da gedə bilmirəm də. Çox qızdırdım elə bir. Bazara da gedə bilmirəm deyə mən ala bilmirəm. Amma mama bazara gedir deyə, sağ olsun, alır, gətirir. Ona görə mamanın boynuna yıxmışam ki, elə o pişirsin. Qızlar, yəni mamanın bu tarifi, baxın, içində hər şey var da. Çörək deyirsiniz adətən ki, uşağın yeməyinə çörək qatma. Qızlar, Alisa'nın çörək yeməyinə, çörəyi qətiyyən kökəlməyinə görə qatmıram, qəti şəkildə. Sadəcə olaraq, yəni mən bunu çörəksiz nətər içirdim ona, yeməkdə uşaq, yəni çörəklə qidalanmalıdır da. Bir də çox əzmirəm, prosta çörəyə qarışdırıram belə, bir iki dənəsini belə içində əzirəm, ət falan var deyə içində o da əzirəm. Çünki Alisa əti, yəni ağzından qaytarır, tökür, ət yeməyi sevmir. Ona görə məcbur belə eləyirəm. Belə. İndi aparım bunu biraz yedizdireyim. Özüm az elədim çünki yeyib, təzə yeyib yeməyi. Alisa'nı yedizdirdim. Yedi. 1-2 qaşıq qaldı içərisində. Videonu sonlandırmaq istəyirəm. Sonlandırmamışdan qabaq bir-iki cümlə demək istəyirəm sizlər üçün. Uşaq haqqında, uşaqlarımız haqqında, yəni bütün valideynlərə. Baxın, mənə hər kəs yazır ki, bu arada əlindəki topikdir, deyim, linçləməyin. Bu arada hamı yazır ki, mənə Alisa'ya ən çox aldığım Instagramdan, yəni yorumlardan ən çox aldığım yorumlar odur ki, uşağı sosqalan tərbiyə et, uşağı qarşığa öyrət falan, belə bir yorumlar alırsınız. Qızlar, Alisa'nın hələ 2 yaşı olmayıb. Alisa'nın inşallah gələn ay 2 yaşı olur. Və mən bilirəm ki, hər valideyn uşağını fərqli formada böyüdür. Yəni öz bildiyi kimi böyüdür və qıraqdan ona müdaxilə olunmağını sevmir. Misal üçün belə deyim də, baxın, mən uşağıma 6, 7, 8 ayına kimi özüm baxmışam. Mən qaynanamın bu xasiyyətini o da çox sevirəm ki, qaynanam heç vaxt mənim uşağıma qarışmayıb. Çünki 6, 7, 8 ayına qədər uşaqlar çətin oldu. Oturmağı təzə-təzə öyrənir. Yəni ağlağan olur, ana istəyir, süd istəyir falan filan, yeməyi saatla verilməlidir, köp olmamalıdır, qaz olmamalıdır deyə. Bu ərəfələrdə mən uşağıma özüm baxmışam və hər zaman qaynanamdan tam səmimi fikrini soruşanda qaynanam bunu bütün qohumların, əqrabaların hamının yanında deyib ki, gözəl kimi uşağa baxan yoxdur. Ona görə heç vaxt mənə qarışmayıb. Yəni heç həqiqətən də qarşı. Sonra Alisa böyüyəndən sonra, oturmağı falan biləndən sonra mən rahat mamanın yanında qoyub getmişəm də. O vaxtlarda güvənirdim, mamamaya güvən söhbəti deyil. Sadəcə olaraq balaca idi, qanmırdı.
necə deyim, yəni qazı olan ərəfələr idi, qarnıdır, qulaq ağrısıdır falan filan. Onları mən daha yaxşı müalicə edirdim. Misal üçün baxın, Alisanın qulağı ağrıyanda mən dərman tökmürdüm. O vaxt mənim yadımda qalıb ki, nənəm həmişə duz qovururdu, yaylığın arasına tökürdü, qoyurdu qulağımızı. Mən Alisanın qulağı ağrıyan kimi onu eləyirdim. Köpü olan kimi Nanə Cövhərlə masaj edirdim, ayaqlarını masaj edirdim, köpünü elə çıxardırdım. Pasiyanla bələkdə saxlayırdım, çox rahat yatırdı. Bələkdən saxlamağın da bir dənə şeyini öyrənmişdim ki, deyir ki, uşağı bələkdə niyə rahat yatır, narahat olur. Çünki burada təzə mamaşalar varsa, öyrənmək istəyənlər varsa deyin bilsinlər. Uşaqlar yerlərində çıtırırlar, gecələr niyə ağlayır? Çıtırır, ağlayır, qorxur təzə doğulan uşaqlar. Çünki ana bətnində uşaq ananın belinə yaslanır. Yəni qarnına yaslanır, əstəğfurullah, qarın hissəsində yaslanacaq yeri olur. Doğulan kimi də uşağı avtomatik bəlirlər ki, uşaq özünü eynən ana bətnindəki kimi hiss eləsin. Misal üçün, doğulan uşağı bələmirik, geyindirik pampers köynəyi, atırıq ora. Misal üçün, mən elə böyütmüşəm, bələmişəm. Atırıq ora, o uşaq sıçrayır. Sıçrayan kimi də elə bilir ki, yıxılacaq, qorxur. Söykənəcək yeri yoxdur axı, misal üçün, kravatına qoymusunuz da, arxasına yastıq qoysanız, hə, məsəl üçün, o hardasa kömək eləyir. Amma tutaq ki, sıçrayır, qorxur, elə bilir yıxılacaq, o qorxun da yaranır. Axı, ana bətni ilə bayır eyni deyil. Qorxur deyə gecələr çox tez durur. Amma mən də Alisanı pasiyanı bələmişəm. Ümumiyyətlə 40 gün demək olar ki, bələmişəm. Daha 40-dan sonra da bələmişəm. Bələmişəm deyə gecələr məni incitməyib. Köpü olan kimi, avtomatik yedizdirən kimi sırası dik tutub belini belə masaj eləmişəm. Qarnına pasiyanla Nanə Cövhər edib, pasiyanla bağlamışam. Ayaqlarını açıq saxlasam belə, pasiyanla qarnını bağlamışam ki, qarın çünki uşağa qarnına soyuq olanda qarnı sancılanır, eləyir falan, belə şeylər olur da. Qulağına həmişə duz eləmişəm. Canım sizə desin. Pasiyanı çimizdirmişəm, təmiz saxlamışam. Hər dəqiqə çimizdirmişəm də, yəni kakaş eləyən kimi sırası yuyurdum, pişməyə qoymurdum. Pişəndə isə bir dəfə çox pis pişmişdi, dəhşət pis pişmişdi və o vaxt yadımdadır ki, nənəm bacımla qardaşıma mən baxmışam da balaca vaxtı. Şit yağı tavada qızdırırdı, tökürdü belə balaca banın içinə. Ondan eləyirdi, uşağın orasına sürtürdü, sırası sağalırdı. Mən Alisa bir dəfə pişib ömrümdə çox pis pişmişdi və inanın ki, ürəyim ağrımışdı uşağıma. Onda o şit yağı qovurmuşdum tavada, qapı qaynarda, əməli başlı paqqala şey qaynayana kimi qovurmuşdum, tökmüşdüm belə balaca bançlı qabaq, ondan götürüb Alisaya sürtmüşdüm, bir gecəyə o sağaltmışdı. Daha sonra isə Bepanteni işlətmişəm, Leyner. Bepanteni ümumiyyətlə məndə pişməyə kömək olmayıb. Adi belə Bepanteni bilirsiniz necə vururam Alisaya, yuyuram özünü. Yuyandan sonra qoyuram, qurulayıram, sonra onda vururam, amma pişməsi yoxdur, şükür Allaha, o bu Alisanın pişməsi olmayıb. Amma belə həmişə, yəni məsəl üçün sırf biraz qızartısı olubsa, sırada Leyner sürtmüşəm. Leyner həm ucuzdur, həm də çox keyfiyyətli maldır. Canım sizə desin. Yəni bu niyə danışıram? Bunu indi təzə maşalar varsa onlar üçün danışıram ki, belə saxlamanız daha yaxşıdır. Qulağını misal üçün çimizdirəndə mən qulağına pambıq qoymamışam, amma çalışmışam ki, qulağına su salmayım. Və indi də artıq Alisanın inşallah gələnə 2 yaş tamam olacaq və soska tərk etmədi, pampers tərk etmədi. İndi hələ ki o qanmır. Misal üçün adi biz ayaq yoluna gedirik, görür də uşaqda. Misal üçün ona maraqlı qalır ki, bunlar gedir orada neyinir. Yəni o qanmır da. Vaxtı çatanda mən misal üçün deyirsiniz ki, tənbəlliyindən öyrətmir, başından edir uşağa pampers taxır bu istəyin günündə. Vallahi elə bir şey deyil. O qədər çətin bir prosesdir ki, baxın, mənim işim sırf uşağım olsa, mən bəlkə də oturaram səbirlə uşağımı öyrədərəm onu. Amma mənim işim tək o deyil, qızlar. Mənim işim ev işləridir. Reklamlara gedirəm, çəkilişlərə gedirəm, səhifə işlədirəm. Vallahi asan deyil də, yəni həqiqətən asan deyil. Amma sırf evdar bir xanım olsaydım, yəni sizin kimi, siz oradan ekran arxasında mənə yazırsınız. Mən sırf sizin kimi evdar xanım olsaydım, bəli, mən də səbirlə, məsəl üçün, yəni səbirdən gedir də, ən önemli uşağı pampersdən çıxartmaq üçün səbir lazımdır da. Ən önəmlisi səbirdir ki, yəni uşağın batırmağı, eləməyi, öyrətməyi falan, bunlar hamısı səbir tələb edən şeylərdir. Amma mənim işim tək ev işi deyil axı qızlar. Bax, oradan yazırsınız, rahat yazırsınız. Neyinirsən, ev işidir, telefonu qorsan, qaradını çəkirsən. Vallahi elə deyil, vallahi deyirəm. Onu Allah bilir ki, biz nə qədər yoruluruq, nə qədər əziyyət çəkirik. Yəni tək ki, kaş elə dediyiniz kimi telefonu qaraddan qoyub çəkib paylaşmaq olardı. Amma tək işimiz telefondan getmir ki, bizim əlavə olaraq da işlərimiz var, əlavə olaraq qazanclarımız var, səhifələr işlədirik, çəkilişlərə gedirik, məclislərə gedirik. Yəni bunların hamısı real olan şeylərdir. Yəni sözümün canı odur ki, hər bir valideyn öz övladının məncə həm həkimidir, həm anasıdır, həm necə deyim, hər şeydir, belə deyim. Və hər bir valideyn, məsələn, sən uşağı 1 yaşından öyrətmirsən qarşığa. O demək deyil ki, mən də öyrətməliyəm. Sən bacarmısan, maşallah olsun. Mən valla maşallah, 1000 kərə maşallah deyirəm. O demək deyil ki, mən də onu eləməliyəm. Və o demək deyil ki, mən onu eləmirəm deyə mən tənbəl valideynəm. Xeyr.
hər kəsin öz böyütmə tərzi var. Mən misal üçün deyirəm ki, vaxtı çatanda, zamanı çatanda, o qananda özü biləcək ki, qarşılığı eləmək lazımdır, tualet eləmək lazımdır. Vaxtı çatanda mən o qananda dedim ki, qızım, bu ije soska səndən olmaz. Daha mən onu 2 yaşından sonra istəyirəm tərk etmək. İnşallah 2 yaş olsun, ije başa düşəcək ki, mən ona deyim ki, soska yoxdur. Baxırsınız, mən indi soskanı onun əlindən alsam, o yatandan soska əmirdə qızlar. Mən soskanı indi onun əlindən alsam, o səhərə kimi ağlayar. Çır-çır çığırar. Mən onu necə dözərəm? Məsələ ona susmaq deyil, hə, səbirli olub oturmuş uşaq özünü öldürsün. Amma uşaq ağrıyanda zəhri çatlayır adamın. Onu mən necə dözə bilərəm o ağlasın? Ona görə də o qanmalıdır ki, o soskanı özü mənə versin. Mən ona başlasam ki, qızım, artıq soska sənə olmaz. Mən onu ata bilim. Məsələn, bax, mən bir balaca əsəbləşmişəm, çox əsəbləşdim. Daha əlinin üstündən vurdum. İnanmır, o qədər peşman oldum, Allah haqqı. Telefonumu götürdü, çırpdı kafenin üstünə, cəhənnəm telefonu, telefondan getmir. Tək mənə aid eləmirdi onu. Məsələn, dünən qızlar gəlmişdi Vüsaləgil. Vüsalənin telefonunu götürdü, adam çırpdı yerə, möhkəm çırpır. Məsəl üçün mənim telefonum, mən anasıyam, mən olar. Kimdə telefonu vurub qırar. Yəni olmaz da. Bunu ona neçə dəfələrlə demişəm ki, Alisa olmaz. Amma uşaqdır da qanmır. Bir uca mənim sinirim atdı. Gördüm ki, telefon çıxdı yerə, əsəbləşdim, vurdum əlinin üstündən, peşman oldum. Yəni o hələ qanmır. Mənim övladımdır da qızlar. Yəni mən bunu dünyaya gətirmişəm. Mən onun tərbiyəsini sabah məsəl üçün o yaxşı bir şey eləyəndə sevinə bilərsiniz. Amma pis bir şey eləyəndə siz başlayacaqsınız hamınız qınamağa. Ona görə də o gələcəkdə pis bir şeylər eləməsin deyə mən onu çalışıram ki, hər şeyi qandıra başa salım. Əsəbləşdiyim momentlər olur. Təbii ki, çox valideynlər var ki, əminəm ki, səbirdən çıxdığı vaxtlar olur. Heç bir valideyn deyə bilməz ki, mən uşağıma çıtma vurmamışam, vurmaram, öldürmərəm, asmaram, kəsmərəm. Təbii ki, bunlar əstəğfurullah olmayan şeylər də olmasın da. Amma yəni əminəm ki, yəni bir qapaz yeyən övladlarınız var da, yəni eləmisiniz bunu. Mən də həmçinin valideynlərdən biriyəm. Yəni ki, qızlarım, onu demək istəyirəm ki, mən övladımın təmizliyidir, övladımın tərbiyəsidir. Mənim övladımın yemək, deyirsiniz ki, uşağa saatla yemək vermə. Mən uşağıma doğulan gündən bu vaxta kimi saatla yemək verirəm. Düşünürəm ki, daha rejimli yeyir, daha yaxşıdır. Bunun kökəlməyinə adiyyət. Mən zaten Alisanın kökəlməyini istəmirəm. Qız uşağı dediyin arıq incə-mincə olar. Məsəl üçün kök uşaqlarımız da var, maşallah olsun. Pis şeylə demirəm. Sadəcə olaraq, yəni mən deyirəm ki, biz özümüz də arıq da, bacı mənə oxşuyub, atasını oxşuyub. Yəni onun incə olmağı bizi narahat eləmir. İncə-mincə niyəşlə, belə nazlı qızdır da, belə deyim, belə başa salım. Mən sadəcə olaraq onu doğulandan bəri saatla, adi suyu belə mən ona, yəni yeməyi yeyir, üstündən 5 dəqiqə keçir su verirəm. Məsələn, səhər durur ac qarnına südünü verirəm, süd verəm ya da çay verirəm ya su verirəm. Yəni mən bunların hamısını saatla eləyirəm və düşünürəm ki, bu mənim öz rejimimdir. Siz nə qədər orada yazsanız da ki, ay saatla uşağa yemək vermə falan filan, bu mən valideynəm. Hər kəsin öz uşağına, misal üçün sən uşağıma cips yeməyə qoyursan, mən qoymuram şəxsən. Mən icazə vermirəm. Və yaxud mən uşağıma şokolatı gün ərzində bir dəfə verirəm. Bir dəfə verirəm ya da heç vermirəm. Amma sən çox verə bilərsən. Mən deyə bilərəm, bacı, niyə verirsən? Heç vaxt demərəm. Hər kəsin, hər bir valideynin öz ürəyi istəyən kimi öz övladını böyüdər də heç kim buna müdaxilə eləməyə haqqı yoxdur. Və mən yetəri qədər bilirəm ki, mən çox gözəl bir valideynəm. Qızımı çox sevirəm, hər valideyn kimi. Üstündə əsirəm hər valideyn kimi. Yazırsınız ki, Alisa görməmişsən, ay uşağı kimsə öpməsin, qucaqlamasın. Qızlar, hər ağızda bir mikrob var. Mən çöldə Alisanı kimsə öpməyinə icazə vermirəm. Bu o demək deyil, mən görməmişəm. Xeyr, niyə görməmiş olum ki? Sadəcə olaraq o ağız, mən o insanı tanımıram, eləmirəm. Mən nə bilim onun ağzında nə var? Qoymuram da, bacım, mən məsəl üçün ayda Alisanın qohum toyuna aparıram. Vallahi billahi deyirəm, heç orada belə, yəni Alisanı kimsə öpəndə əsəbləşirəm. Deyirəm ki, pamada var, bacım, dodağında qıpqırmızı, ala qızım. Dodağında 1 metr pamada var. Gəlir uşağım març öpür. Sevmirəm mən. Mən heç kimin uşağını heç vaxt elə öpə bilmərəm. Çünki mənim ağzımda nə mikrob var, sən onu biləm. Mən öz uşağımı öpə bilərəm yalnız. Mən öz uşağımı yəni yaxındıra bilərəm. Mən kiminsə uşağım, bacı, gedib ağzımda 1 metr pamadanı yaxınlaşıb öpə bilmərəm. O şeydə qarşıyam. Məsəl üçün Tacir Alisanı çölə çıxarlar. Deyirəm ki, qoyma heç kim öpsün. Və Alisa, and ol Allaha, o qədər mənim sərhədlərimə uyğun uşaqdır ki, maşallah olsun, Allah bütün övladları qorusun. O qoymur ki, ona kimsə yaxın dursun öpməyə. Bax, vallahi deyirəm. Ancaq uşaqlara yaxın durur, uşaqlara öpür də. Yəni uşaqlara təbii ki, mən uşaqlara nəsə deyən deyirəm. Amma böyüklərin mən uşağımı öpməyinə icazə vermirəm. Yenə də deyirəm, bunu qınaya bilərsiniz, amma bu dəqiqə xəstəliklər, mikroblar yayılıb. Mən buna icazə vermirəm. Mənim uşağım məsəl üçün nə bilim, mən kimdir mənim uşağımı öpən, nə yolçusu, kimdir, nəçidir, nə bilim ağzında nə mikrob var, nə şey var. İstəmirəm də, xoşuma gəlmir. Bu pis bir şey deyil ki. Yəni mən söhbət çöldən gedir, evin içindən söhbət getmir. Yəni öz belə pismasın, evdəkilərdən söhbət getmir. Mənim qaynanam nəvəsindən nəfəs alır, qaynanam nəvəsindən nəfəs alır. Bu sadəcə olaraq çöl aydınlığı, məni qınadığınız şeyə sizə açıqlama gətirirəm ki, yəni mən sevmirəm bu şeyi.
Onun görməmişliklə heç bir əlaqəsi yoxdur. Mən uşağıma əzizləyə bilərsən, əlindən öp, nə bilim, başından öp, amma gəlib maç deyə yanağından, üzündən mən icazə vermirəm. Xoşuma gəlmir. Bunun görməmişliklə heç bir əlaqəsi yoxdur. Bu tam mənim onu qoruduğum. Mən öpürəm, amma əziz uşağın özünə alır. Mən anasıyam bacı. Mən anayam. Mən onu hər yerindən öpə bilərəm. Hər yerindən. Və mən özüm bir xala olaraq, həm xalayam, həm bibi. Nə bacımın uşağı, nə qardaşımın uşağının heç birinin ağzından gedib öpməmişəm. Niyə öpməliyəm kiminsə uşağının ağzından? Olsun ki, bacımın uşağıdır. Niyə öpməliyəm? Nəyə əsasən? Öpərəm yanağından, məsəl üçün, burasından öpərəm ki, ağzım onun üzünə təmas olmasın, boynundan öpərəm, əlindən öpərəm, amma heç və ağzının içindən və yaxud nə bilim, ona mikrob keçidəcək bir yerlərindən öpmərəm. Daha o çöldən gələn kimi sıracım mən birinci alisən əllərini yuram. Yəni belə, hər kəs fərqli övlad böyüdür. Allah bütün övladları qorusun. Allah bütün valideynlərə can sağlığı versin. Yəni ümid edirəm ki, bu açıqlamam sizlər üçün yetəri qədər var və heç kimin valideynliyin, analığını sorğulaya bilməz. Bu heç kimin ixtiyarı deyil. Mənim də həmçinin heç kim sorğulaya bilməz. Çünki mən necə bir valideynəm, onu mənim özüm bilirəm, əsas özüm bilirəm. Və mənim ikinci planda olan isə ailəm bilir. Sizə də sadəcə olaraq bu açıqlamanı niyə verirəm? Yəni yazırsınız, ona görə deyirəm ki, yəni vaxtı zamanı çatanda inşallah hər şeyi öyrənəcək mənim balam. Karşılığı da öyrənəcək, sosqanı tərk edəcək inşallah Allahın izni ilə. Hər birinizi çox sevirəm. Ümid edirəm ki, məni düzgün başa düşdünüz. Videomuz uzun oldu, 12 dəqiqədə danışıram. İnşallah ki, valideynlərimiz baxıb. Uşaqları keç, uşaqlar siz keçin. Siz buraları keçin. Valideynlər baxsa və ümid edirəm ki, düzgün başa düşərlər. Öpürəm hər birinizi. Sağ olun, salamat qalın.